Yenə mən jurnalist Raif Muxtar. Deməli, bu 28 may metrosunun qarşısındakı küçəni görmüşsünüz də, o uzun zaman bağlı qaldı, uzun zaman oranı təmir elədilər. Nəhayət ki, 2024-cü ilin noyabrın 1-də həmin o parkın rəsmi açılışı oldu. Bakı şəhər meri açılışı təqdim elədi, prezident iştirak edirdi 7 yanmışan açılışda. Həmin o görülən işlərlə bağlı məlumat verildi. Park cəmiyyətə, ictimaiyyətə açıq oldu. Yəni, indi artıq istifadəyə verilmişdir. İndi bugün sosial şəbəkədə deyəcəm ki, onun təmiri fotolarını da buradan qoyacam, baxarız ki, yəni orada necə düzəlmişdir. Amma indi bugün baxıram, sosial şəbəkədə şəkillər paylaşılır ki, həmin əraziyi yerindən söküblər, təmir edirlər. Yəni 6 aya nə dəyişdi? Nə oldu? Yəni 6 aylıq təmir mi eləmişdilər oranları? O qədər milyonlarla vəsait sərf olunur oralara. Təmirə, nə bilim, parça alınmasına və s. belə. 6 ay keçib, 6 ayda artıq yararsız vəziyyətə düşüb. Yəqin ki, sökürlər. Çünki yararsız vəziyyətə düşməyibsə, niyə söküb təmir edirlər? Və yaxud da yararsız vəziyyətə düşübsə, 6 aya necə təmir olunub ki, necə düzəlib ki, ora 6 aya yararsız vəziyyətə düşdü? Ora bilirsiniz, 28 may metrosu ətrafı, ora ən çox, şəhərin ən çox işlək yeridir. Yəni, bütün qəsəbələrdən gələn marşrutlar həmin ora gəlir, metroya minənlər, orada universitet var, ticarət mərkəzləri var, böyük mol var. Yəni, ora insan axını çox olan yerdir. Yəni, hər 6 aydan bir oranı bağlayıb təmir eləsələr nə olacaq? Hələ üstəlik indi bu yaxınlarda 28 may metrosunun da bağlanması nəzərdə tutulub, onu da təmir edirlər. Bu da qəribə bir qərar yer gəlmişdir. İndi nə baş verəcək, nə olacaq? Bunu zaman göstərəcək, amma ümumi olaraq milyonlarla pulu biz döşüyürük yerə, təzədən 6 aydan sonra da dağıdırıq. Təzədən bir də indi Allah bilir neçə milyonda pul ora xərclənəcək ki, təzədən ora təmir olunsun. Yəni, indi həmin o söküntü fotosunu da qoyacam buradan, baxarsınız. Qəribə bir mənzərədir, qəribə bir şeydir. Biz düzdür öyrəşmişik, bizdə yollar təmir olunur. Təmir olunandan sonra hansısa qurumun yadına düşür ki, nə bilim, Azərqazın, Azərsunun, Azərisığın yadına düşür ki, buradan filan şey keçməlidir, bir turba keçməliydi. Biz onu çəkməmişik, yadımızdan çıxıb. Həm təzədən yolu qazırlar, təzədən həm turbanı çəkirlər, yolda da bilirsiniz, bir damcı qazıntı işləri görüldüsə, bir dəfə də yağış yağdısa, yol oldu bərbad vəziyyətdə. Üstündən heç bir ay, 2 ay keçməmiş yol oldu. Bu beton yolla bağlı Bakı-Rusiyaya gedən yol vardı, Şimal zonasında, Qubaqusa. O yol nə gündən nə vəziyyətə düşdü? 30 il ona qarantiya vermişdi Ziya Məmmədov, sabiq nəqliyyat naziri. Biz 2 il keçməmiş həmin yol dağıldı. Bərbad vəziyyətə düşdü. İndi düzdür, orada pullu yol var, ödənçli yol var. Ora ödənçli yol olduğuna görə oradan istifadə edirlər, amma onun da bir problemi var. Bu gedən yol çox bərbad vəziyyətdədir, pulsuz olan istərsən. Yəni, pulsuz olan yolla getmək üçün maşın təmir elətdirməlisən qaydandan sonra. Pullu yolda təbii də pulludur, düzdür, orada normalda qəşəng yoldur. Heç bir problem yoxdur o pullu yolla bağlı. Amma təmir edirdilər pulsuz olan yola. Qaydan istərsən, yəni Bakı istiqamətinə gələn yolu təmir elədilər. Gedən yolu, pullu yol açıldı deyə onu daha təmirini dayandırdılar. Yəni, belə bir maraqlı mənzərə yaranıb. İndi 6 aydan sonra da yəqin ki, bir də sökərlər ki, təzədən təmir eləsinlər. Nə məsələdir, başa çıxmadım. İndi hər halda siz də fikirlərinizi rəydə yazdınız. Maraqlı olar ki, niyə biz 6 aydan bir, 3 aydan bir, 2 aydan bir təmir elədiyimiz yerləri təzədən təmir eləmə məcburiyyətində qalırıq. Bəlkə biz elə özümüz cəmiyyət olaraq bizə tərtib verilən, istifadəmizə verilən şeylərdən düzgün istifadə eləmirik. Ya ayağımızı yerə bərk basırıq, tez dağılır, nə bilim, nəsə verir. Siz də fikirlərinizi yazın, kanala da abunə olmağı unutmayın. Sağ olun.